Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda kəsmikli, kişmişli, çay süfrəsinə yaraşan, yumşaq, dadlı kurabiyələrin hazırlanmasını sizinlə paylaşıram. 10-15 dəqiqəyə hazırlaya biləcəyiniz asan bir şirniyyat reseptidir. Əgər sizin də evdə qatığınız, kəsmiyiniz varsa, bu reseptlə belə gözəl kurabiyələr hazırlaya bilərsiniz. İndi keçək hazırlanma qaydasına. Kurabiyənin xəmiri üçün 200 qram duzsuz kəsmik götürmüşəm. Üzərinə bir bütöv yumurta, bir yumurtanın sarısını qoyuram bir kənara. Çay qaşığının 1/3 qədər duz, 7 xörək qaşığı da şəkər tozu əlavə eləyəndən sonra bu ərzaqları biraz qarışdırıram. İstəyə görə blenderdən də keçirtmək olar, amma yeyərkən kəsmik içərisində hiss olunsun deyə mən blenderdən keçirtmədim, elə qaşıqla qarışdırıram. Alınan qarışıma 100 qram yumşalmış kərə yağı əlavə eləyirəm. İstəyə görə kərə yağını margarinlə ya da bitki yağı ilə də əvəz eləmək olar. 200 ml stəkanla 1 stəkanda qatıq əlavə eləyirəm. 1 paket 5 qram şəkərli vanil, 1 dolu xörək qaşığı da təmiz yuyub qurutduğum kişmişi əlavə eləyirəm. Bu ərzaqları da əvvəlcə biraz qarışdırıram. Kişmiş zövqə görədir, istəməyən əlavə etməyə də bilər. Kişmişi fərqli çərəzlərlə də əvəz eləmək olar. Bu ərzaqları da biraz qarışdırandan sonra un əlavə eləyib xəmir yoğururam. Unun hamısını birdən əlavə eləmirəm. Yumşaq, az ələ yapışan bir xəmir olmalıdır. Ona görə unun əvvəlcə bir hissəsini əlavə eləyirəm. Üzərinə 15 qram, bir paket, bir də yarım paket qabartma tozu əlavə eləyirəm. Əvvəlcə bunları biraz qaşıqla qarışdırıram. Qarışdırmaq çətin olduqda yenə qalan unu hissə-hissə əlavə eləyib xəmiri yoğururam. Xəmir üçün 3 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Unun çəkisi növünə görə, bir də yumurtanın ölçüsünə görə dəyişə bilər, az ya da çox ola bilər. Belə gördüyünüz kimi yumşaq, az ələ yapışan bir xəmir alındı. Kurabiyəni bişirəcəyim formanın içinə yağlı kağız sərmişəm. Xəmirdən iri parçalar kəsib, videoda göstərdiyim kimi əvvəlcə əlimdə yuvarlayıb, sonra biraz uzunsov şəkil verirəm. Siz öz zövqünüzə görə dairəvi ya da uzunsov şəkildə kurabiyələri hazırlaya bilərsiniz. Mən elə biraz uzunsov şəkildə hazırlayıram. Xəmir bitənə qədər kurabiyələrin hamısını hazırlayıb formaya düzürəm. Kurabiyə üçün istifadə elədiyim ərzaqların ölçüsünü videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Kurabiyələri hazırlayıb formaya düzəndən sonra ayırmış olduğum yumurta sarısına yarım çay qaşığı qədər bitki yağı əlavə eləyib qarışdırıram. Yumurta sarısını kurabiyələrin üstünə çəkirəm. Hamısına yaxşı-yaxşı yumurta sarısı çəkirəm. Sonda videoda göstərdiyim kimi qaşıqla üstündə biraz naxışlar eləyirəm. Bu qaydada hazırlayıram. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirirəm. Kurabiyələr artıq bişib sobadan çıxartmışam. Çox yaxşı qabarıb. Bu ölçü ilə tam 13 ədəd orta ölçülü kurabiyələr alındı. Ölçüləri artıraraq daha çox hazırlaya bilərsiniz. Altı da çox yaxşı bişib, üstü də çox yaxşı qızarıb, çox gözəl kurabiyələr alınıb. 10-15 dəqiqəyə hazırlaya biləcəyiniz asan bir kurabiyə reseptidir. Əgər sizin də evdə kəsmiyiniz, qatığınız varsa, bu kurabiyələrdən çox asanlıqla hazırlaya bilərsiniz. Yumşaq, dadlı, çay süfrəsinə yaraşan bir şirniyyat alınır. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın.
Sağ olun, yeni videolarda görüşene dek.